Allaha yaxınlaşmağın yolları. Quran nə deyir? Giriş. İnsanlar həmişə Allaha necə yaxınlaşmaq olar sualını veriblər. Bəziləri bu yaxınlığı xüsusi şəxslərdə, qəbirlərdə, əşyalarda və ya vasitəçilərdə axtarıb. Halbuki Quran bu mövzuda çox açıq və sadə bir yol göstərir. Qurana görə Allaha yaxınlaşmaq üçün xüsusi adamlar və ya maddi vasitələr lazım deyil. Bu məqalədə Quran ayələrinə əsaslanaraq Allaha yaxınlaşmağın həqiqi yollarını sadə dildə izah edəcəyik. Allaha yaxınlaşmaq nə deməkdir? Allaha yaxınlaşmaq, onun razılığını qazanmaq, doğru yolda olmaq və həyatını onun qoyduğu prinsiplərə görə yaşamaq deməkdir. Bu yaxınlıq fiziki məsafə deyil, iman, davranış və niyyətlə bağlı bir haldır. Allah Quranda hansı yolları göstərir? 1. Təqva və doğru həyat. Maidə 35. Quranda deyilir: Ey iman gətirənlər! Allahdan qorxun, ona yaxınlaşmaq üçün vasitə axtarın və onun yolunda mübarizə aparın ki, nicat tapasınız. Bu ayə göstərir ki, Allaha yaxınlaşmaq üçün Allahdan çəkinmək, yəni pisdən uzaq durmaq, düzgün və faydalı işlər görmək, haqsızlığa qarşı durmaq lazımdır. Burada deyilən vasitə hansısa əşya və ya insan deyil. Vasitə insanın etdiyi doğru əməllərdir. 2. Malı Allah yolunda xərcləmək. Tövbə 99. Bədəvilərdən elələri də vardır ki, Allaha və axirət gününə inanır, xərclədiyini Allah dərgahında yaxınlıq qazanmaq üçün vasitə sayır. Həqiqətən, bu onlar üçün bir yaxınlaşma vasitəsidir. Quran bildirir ki, bəzi insanlar mallarını Allah yolunda xərcləməklə ona yaxınlaşırlar. Amma burada vacib bir məqam var. Pul özü-özlüyündə insanı Allaha yaxınlaşdırmır. Pul ancaq düzgün niyyətlə, ehtiyacı olanlara kömək üçün xərclənəndə dəyər qazanır. Yəni, az verən də, çox verən də səmimidirsə, Allah qatında dəyərlidir. 3. İman və yaxşı əməllər. Səba 37. Quranda açıq şəkildə deyilir: Sizi bizə nə var dövlətiniz, nə də övladlarınız yaxınlaşdıra bilməz. Yalnız iman edib yaxşı işlər görənlər istisnadır. Bu ayə açıq mesaj verir. Nə pul, nə vəzifə, nə də övlad insanı Allaha yaxınlaşdırır. Allaha yaxınlığın yeganə yolu iman və yaxşı əməllərdir. Ədalətli olmaq, zülmə qarşı durmaq, yetim haqqını yeməmək, haqqı müdafiə etmək bu əməllərə daxildir. Ədalət uğrunda canını verənlər, şəhidlər isə Quranda xüsusi mükafatlandırılan insanlar kimi göstərilir. 4. Saxta vasitələrin rəddi. Əhqaf 28. Quran eyni zamanda yanlış yolları da rədd edir. Allaha yaxınlaşmaq üçün ilahiləşdirdikləri varlıqlar onlara kömək etmədi. Bu ayə açıq şəkildə bildirir ki, bütlər, müqəddəsləşdirilən insanlar, qəbir və oxşar inanclar insanı Allaha yaxınlaşdıra bilməz. Allahla insan arasında heç bir vasitəçi yoxdur. Nəticə. Quranın ümumi mesajı çox sadədir. Allaha yaxınlaşmaq üçün xüsusi əşyalara, şəxslərə və ya yerlərə ehtiyac yoxdur. Bu yaxınlıq iman, düzgün niyyət və yaxşı əməllərlə mümkündür. Sosial ədalət, ehtiyac sahiblərinə kömək, haqsızlığa qarşı durmaq Allahın razılığını qazandıran əsas yollardır. Quran bizə öyrədir ki, Allaha yaxınlıq vasitəçilərlə deyil, insanın öz məsuliyyəti, əxlaqı və davranışı ilə əldə olunur. Bu yolu seçən insan həm bu dünyada, həm də axirətdə nicat tapar.